Hər birinizi yenidən xoş gördük. Bu dəfə sizlə 10-cu sinif OTK imtahanının sualları üzərində işləyəcəyik. 25 yanvar tarixindəki ingilis dili OTK imtahanının suallarını görürsünüz. 56-cı sualdan başlayırıq. 56-cı sualda bu zaman testidir. Və diqqət edirsinizsə, birinci cümlədə already var, ikinci cümlədə isə now var. Hansı ki, already present və past perfect, ümumiyyətlə perfect zamanlarda işlənən bir zaman zərfidir. Birinci tərəfi perfect olan sadəcə iki cavabımız var, A və Y variantları. Ona görə B-ni, C-ni və D variantlarını silirik. Və she, üçüncü şəxsin təkidir ki, she ilə də have işlənmir, she ilə has işlənir. Ona görə Y variantında silirik və heç ikinci tərəfə baxmadan cavab A variantı olur. Kontrol eləsə ikinci tərəfi, orada da now var idi. Now indiki davam edici zamanı idi və cavab elə is watching, yəni indiki davam edici zamana uyğun gəlir. 57-ci suala baxırıq. Burada off var nöqtələrdən sonra. İlk olaraq D variantını silirik, çünki every əvəzliyi off sözünüsü ilə işlənmir. Yerdə qalan cavabların arasında all, both və either cavabları təsdiq cavablar. Neither variantı isə inkar cavabdır və 3 təsdiq, 1 inkar məntiqi ilə inkar cavabı götürə bilərik. Tərcümə ilə də yoxlasaq, şanssızlıqdan deyir, heç bir paltar mənə yaraşmadı. Ona görə də mən başqa birini axtarmalı oldum. Doğru cavab burada neither of the jackets olacaq və B variantı da 57-ci sualın cavabı. 58-ci suala keçirik. Burada birinci tərəfdə nöqtələrdən sonra a gold ring gəlib. Burada söz birləşməsi dediyi əsas söz ring sözüdür və tək isimdir. Və ikinci tərəfdə də box sözü var. Box sözü də tək isimdir və biz tək isimlərin qarşısını boş qoya bilmərik. Yəni, hər iki tərəfdə mütləq şəkildə bir artikel olmalıdır. A variantında boşluq, D variantında boşluq və B variantında boşluq var deyə bunu silirik. Və birinci tərəfdə də gold sözü samitlə başlayır. Samit səslə başlayan nümunələrdə biz an artikelından da istifadə edə bilmirik. Ona görə Y variantında silirik və cavabımız C variantı olur. 59-cu suala baxırıq. 59-cu sualın mövzusu ümumiyyətlə sifət zərf mövzusudur. Birinci tərəfdə diqqət edirsinizsə very var və very adi dərəcənin əlamətidir. Ona görə A variantında most üstünlükdür və Y variantında da more müqayisə dərəcəsidir deyə bunları silirik. Daha sonra cansızlara aid olan nümunələrdə id yox, ing sonluqlu nümunələrdən istifadə edirik deyə D variantındakı interested də silirik. Interested şəxslərlə olanda, məsələn, I am interested deyə bilərik. Lecture very interesting olmalıdır. B və C variantları qaldı əlimizdə və ikinci tərəfdə isə nöqtələr feildən sonradır və feildən sonra olduğuna görə biz burada zərfdən istifadə eləməliyik. Sual verə bilərsiniz ki, birinci tərəfdə də nöqtələr feildən sonraydı, amma birinci tərəfdəki feilimiz was feili olduğuna görə, yəni to be feili olduğuna görə, to be özündən sonra sifət tələb edən feillərimizdən biri idi deyə birinci tərəf zərf olmadı. Amma ikinci tərəfdə nöqtələr listening feilindən, yəni listen feilindən sonradır deyə burada zərfdən istifadə eləməliyik və cavab C variantı olur. 60-cı suala baxırıq. Burada 60-cı sualda 2 dənə ipucumuz var. Birinci ipucumuz only sözüdür, hansı ki biz only'dən sonra ya a few ya da a little işlətməliyik və ardıca da club members gəlib, members cəm isimli deyə a few və a little variantları arasından məhz a few variantını seçəcəyik, çünki cəm isimlə işlənən a few-dur və cavab olur 60-cı sualda B variantı. 61-ci suala baxırıq. 61-ci sual bu da yenə sifət zərf mövzusuna aid olan bir nümunədir və birinci tərəfdə verilən cavablar enter feilinə aid olduğuna görə, yəni qəfildən otağa daxil oldu. Burada bizə bir zərf lazımdır və ona görə D variantı, Y variantı və B variantındakı sudden variantlarını silirik, yəni suddenly variantı qalır. A və C variantlar arasında qalırıq. Və ikinci tərəfdə nöqtələr feildən sonra da bizə zərf lazımdır. A və C variantları arasında ikinci tərəfi zərf olan A variantıdır, excitedly və cavab A variantı olur. Və C variantında həm də ikinci tərəf much excited anlayışı da yanlışdır, çünki muchdan sonra biz müqayisə dərəcəsi işlətməliyik. Əgər uyğun olsaydı belə much more excited olmalıydı.
həm sifət olduğuna görə silirik bu variantı, həm də maçdan sonra adi dərəcə işlənməz deyə silirik. 62-ci sual zaman uzlaşması testidir. If bağlayıcısı ilə başlamışıq və bağlayıcının sağ tərəfində gələcək zamanlardan istifadə oluna bilmir. Ona görə D variantı və Y variantlarını avtomatik ixtisar edirik. Sonra zaman uzlaşması qaydasına baxsaq, B variantında used keçmiş zamandır, will gələcək zamandır və keçmiş zamanla gələcək zaman uzlaşa bilmir. B-ni də ixtisar edirik. Və C variantında isə uses indiki zamandır, have indiki bitmiş zamandır. İndiki bitmiş zamanı da, yəni have ilə has ilə olan nümunələri də biz zaman uzlaşmalarında istifadə etmirik. Həm də istifadə etsəydik belə, nəzərə alsaq cümlənin mübtədası its productivity-dir, təkdədir və bu halda have yox, has olmalı idi onun xəbəri. Yəni bu baxımdan da yanlışdır. Və 62-ci sualda cavab A variantı olur. 63-cü suala baxırıq. 63-cü sual bir definition sualıdır. Və burada tribe qəbilədir, wing qanaddır, reward isə mükafatdır. Burada A variantında an amount of money that is offered to somebody for finding something, kimisə nəyisə tapdığına görə verilən pul miqdarı, yəni bu bir reward olacaq, mükafat olacaq. Ona görə 3 A variantı uyğun gəlir. Yəni cavabımız ya C-dir, ya Y variantlarıdır. Avtomatik A, B və D variantlarını silirik. B variantında one of the parts of the body of a bird, yəni quşun bədəninin hissələrindən biri. Bu wingdir, qanaddır. 2-yə B uyğun gələcək və cavab avtomatik Y olur. Digər variantı da yoxlasaq, a group of people often related by families. Yəni bir qrup insan elə bu qəbilə nümunəsini bizə verir və doğru cavabımız 1C, 2B, 3A olaraq Y variantı olur. 64-cü sualda possessive case, yəni bizdən yəlik halı istəyir. Burada səhv olan cavab 2-dir. Apostrof S-dən sonra buying fail gəlibdir. Və bir də səhv olan 3-dür ki, burada da apostrof S-dən sonra taken faildir və yanlışdır. A-da apostrof S-dən sonra National Football Team isim gəlib. Birləşmə şəklində də olsa isim işlənibdir. Və 4-də də yesterday's mail, burada da mail isimdir və 1-4, yəni C variantı düzgün cavabımızdır. Növbəti sualımız 68-ci sualdır. Burada bizdən sinonim başlığı qeyd edilib. Birinci variantda improve yüksəltmək, inkişaf elətdirməkdir. Reduce isə azaltmaqdır və bu əks mənalıdırlar. Bu yanlış cavabdır. 2-də overcome qalib gəlmək, öhdəsindən gəlmək, defeatdə məğlub etməkdir və bunlar doğru cavabdır. 3-də həm value, həm də appreciate sözü ikisi də qiymətləndirmək mənasındadır və sinonimdirlər. Inspire və encourage sözləri də ruhlandırmaq, həvəsləndirmək mənasındadır və bunlar da sinonimdirlər. 5-dəki wrap sözü isə uncover sözü ilə antonimdir. Wrap bükmək, bağlamaq mənasındadır. Uncover isə tam tərsinə açmaqdır. Əgər cover olsaydı, örtmək olsaydı, o halda sinonim kimi götürmək olardı və 5-ci variantda yanlışdır. Və 68-ci sualın cavabı 2, 3 və 4-cü variantlar oldu. 65-ci suala baxırıq. 65-ci sual bir mübtəda xəbər uzlaşması testidir. Burada birinci nümunədə söz önü var, in front of və söz öndən əvvəlki hissədə boys cəmdədir və want da cəmdədir, bir düzgün cavabdır. 2-də of var, of-dan əvvəl news təkdədir, v cəmdədir, 2 səhv cavabdır. 3-də polis həmişə cəmdə olan isimlərimizdən biridir, has tək xəbərdir və bu da səhv cavabdır. Və 4-də a strong friendship, friendship burada tək isimdir, is də tək xəbərdir və 4-də düzgün cavabımızdır. 1-4, C variantı düzgün cavabımız olur. 66-cı sual yenə bir definition sualıdır. Və burada to start an activity, especially an organized one, yəni hər hansısa bir fəaliyyətə, xüsusilə də təşkil olunmuş bir fəaliyyətə başlamaq. Burada doğru cavab A variantı olacaq, launch sözü. Telefonlarınızda da bəlkə bu launch sözünü xeyli görmüş ola bilərsiniz. Başlanğıc olaraq launcher sözündən də istifadə olunur. Complete tamamlamaqdır, refuse rədd eləməkdir. Liberate azad olmaqdır, reject isə rədd eləməkdir. Və 66-cı sualın doğru cavabı A variantı olur. Növbəti sualımız 67-ci sualdır. Bu bir antonim testidir. Şərtdə diqqət edirsinizsə,
opposite meaning verilib, yəni əks məna verilib. Brave cəsurdur, cəsarətlidir. Və burada A variantında fearless qorxusuzdur, bu onun sinonimidir. Resolutely bu qətiyyətlidir, bu da bir növ tam yaxın olmasa da yaxın mənalıdır. Safely də həmçinin. Cowardly isə dostlar qorxaq deməkdir. Və doğru cavabımız məhz burada elə cowardly variantıdır ki, brave cəsurdur, cowardly qorxaqdır və əks cavabdır. Exactly isə dəqiq deməkdir. 67-ci sualda doğru cavabımız D variantı olur. 69-cu suala baxırıq. Bu short textdir. Burada verilən mətnə görə qısa bir nəticə çıxardıb cavab tapmalıyıq. Dear hotel guests, əziz otel qonaqları, please note that reception staff are unavailable between 12 midnight and 6 a.m. Zəhmət olmasa qeyd edin ki, reception heyəti saat 12-6 arası uyğun deyil. If you require any assistance, əgər hər hansısa bir kömək tələbiniz olsa, during these hours, bu saatlar ərzində, kindly contact the duty manager directly on 555-1113. Yəni, bu saatlar ərzində əgər köməyə ehtiyacınız olsa, 555-1113 nömrəsi ilə birbaşa iş meneceri ilə əlaqə saxlayın. Thank you for your understanding and cooperation. Anlayışınıza və əməkdaşlığınıza görə təşəkkür edirik. A variantına diqqət etsək, the manager works at the front desk only in the morning. Menecer yalnız səhərlər ön masada işləyir. Bu yanlış bir cavabdır. Menecerlə bağlı sadəcə bir məlumatımız var, o da gecə zənglərə cavab verməkdir. A variantı yanlış cavabdır. Daha sonra B variantında the manager will automatically call each guest during the night. Menecer gecə ərzində bütün qonaqlara avtomatik zəng edəcək. Bu da yanlış fikirdir ki, ehtiyac olduqda biz ondan əlaqə saxlamalıydıq. C variantında the hotel cannot provide any service during the night. Otel gecə ərzində heç bir xidmət təmin etmir. Bu da yanlışdır, çünki saat 6-ya qədər menecerlə əlaqə saxlayıb nəsə kömək əldə edə bilərik. Əgər heç olmasaydı, ümumiyyətlə ona zəng eləməyi də məsləhət görməzdilər. D variantında guests are not allowed to contact the manager until 6 a.m. Qonaqlara saat 6-ya qədər menecerlə əlaqə yaratmağa icazə verilmir. Tam tərsinə menecerlə əlaqə yaratmağa icazə verilir. Reception staff ilə olmaz əlaqə yaratmaq. Bu da yanlış cavabdır. Və Y variantı düzgün cavabımızdır. The guests are advised to call the duty manager's mobile for help at night. Qonaqlara iş menecerinin mobil nömrəsi ilə gecə ərzində kömək üçün əlaqə saxlamaq məsləhət görülür. Bəli, məsələ mətnin mahiyyəti də bu idi və doğru cavabımız Y variantı olur. Növbəti mini mətnimiz 70-ci sual. Emma arrived in a small town late at night on the train. Emma qatar ilə gecə balaca bir kəndə gec olaraq çatdı. Daha doğrusu balaca bir şəhərə çatdı. The station was almost empty. Stansiya demək olar ki, boş idi. And there wasn't a single taxi in the street. Və küçədə tək bir taksi belə yox idi. A little nervous, biraz əsəbi halda, she pulled out her phone and sent a message to her friend Kate. O əsəbi halda telefonunu çıxardı və dostu Kate'ə mesaj göndərdi. Hey Kate, could you pick me up from the station tonight? Kate, məni bu gecə stansiyadan götürə bilərsənmi? I don't think there will be a taxi here. İnanmıram ki, burada taksi olsun. Text me right now. Mənə yaz. Burada Emma Kate'dən onu götürməyini istəyəcək. Görək cavab nə çıxacaq. A variantında Emma asks Kate to wait for her at home. Emma Kate'i evdə gözləməyini xahiş edir. Bu yanlış cavabdır. B variantında Emma asks Kate for money for a taxi. Emma Kate'dən taksiyə görə pul istəyir. Bu da yanlış cavabdır. C variantında Emma tells Kate she missed the last train. Emma Kate'ə deyir ki, o qatarı gecikib, qatarı qaçırıb.
axırıncı qatarı qaçırır. Bu da yanlış cavabdır. D variantı Emma invites Kate to travel with her. Deyir Emma Kate'i onunla səyahət etməyə dəvət edir. Bu da yanlış cavabdır. Və Y variantında Emma asks Kate to pick her up from the station. Emma Kate'dən onu stansiyadan götürməyini xahiş edir. Və doğru cavab məhz burada da Y variantı olur. Və sonuncu 71-ci sual, daha doğrusu sonuncu mini mətnimizdir. When Tom returned home that day, Tom həmin gün evə qaydanda, the living room was littered with the Lacey's work papers and folders. Qonaq otağı Lacey'nin kağızları və iş papkaları ilə çirkləndirilmişdi, yəni zibillənmişdi. He was shocked and sent her a short message. O təəccübləndi və ona qısa bir mesaj göndərdi. Lacey, could you please pick up your work things from the living room and take them to your room? Lacey, zəhmət olmazsa öz iş əşyalarını qonaq otağından topla və onları öz otağına götür. Zara is coming over for coffee. Zara kofe üçün gəlir. Tom gəlir, Lacey'nin otağı dağıtdığını görür və mesaj yazaraq Zara'nın gələcəyini bildirir. Görək cavab nə çıxacaq. A variantında Tom tells Lacey to meet her friend. Bu variant biraz çaşdırıcı ola bilər, amma burada diqqət edirsinizsə her friend yazıb, yəni Lacey'nin dostu. Amma gələn isə Tom'un dostuydu və ona görə A variantı yanlış olur. B variantında Tom asks Lacey to make fresh coffee. Tom Lacey'dən təzə kofe hazırlamağını xahiş edir. Ümumiyyətlə əlaqəsiz cavabdır. C variantı Tom advises Lacey to leave his room. Tom Lacey'ə onun otağını tərk etməyi məsləhət görür, tövsiyə edir. Bu da yanlış cavabdır. D variantında Tom tells Lacey to tidy up the living room. Tom Lacey'ə qonaq otağını təmizləməyi deyir. Bəli, bu məhz düzgün cavabımız D variantıdır. Və Y variantında da Tom asks Lacey to stop working at home. Tom Lacey'ə evdə işləməyi dayandırmağı xahiş edir, amma o dayandırmağı yox, sadəcə qonaq otağını toplamağı istəmişdi. 71-ci sualda doğru cavabımız məhz D variantı olur. Deməli dostlar, növbəti işimiz mətn. Bu dəfə daha uzun formalı bir mətn üzərində işləyəcəyik. Və burada 72-dən 76-ya qədər suallarımızı cavablandıracağıq. Mətn girişdə bir musiqi alətləri haqqında ümumi giriş eləyir, sonra 40 min əvvələ aid alətlərdən danışır. Burada Almaniyada tapılan bir fleyta haqqında danışılır və mətnin davam hissəsi artıq fleytanın belə deyək, təsviridir. İlk olaraq 72-ci suala baxırıq. The passage is mainly about mətn nə haqqındadır? Mətn qeyd etdiyim kimi fleyta haqqındaydı və doğru cavabımız burada D variantı olur. A kind of musical instrument, yəni musiqi alətinin bir növü. Bunu təkrar mətn suallarında həmişə deyirik ki, mətnin adı sizə birbaşa şəkildə təqdim olunmur. Həmin sözü izah edən bir söz və ya söz birləşməsi şəklində, adətən söz birləşməsi şəklində nümunələrlə verilir. 73-cü sualla davam edirik. Today the flute in the cave is special because bugün mağarada tapılan fleyta xüsusidir. Nəyə görə? Dostlar, burada doğru cavab A variantı olacaq. It was one of the earliest known wind instruments, yəni nəfəsli musiqi alətlərinin ən qədimlərindən biridir. Və burada doğru cavabımız məhz A variantı olur. Düzdür, burada D variantı da düzgün cavab kimidir. It was possible to play it using 5 distinct notes. Yəni 5 müxtəlif notu ifa eləmək mümkündür. Yəni əslində bu tip bir cavab olmamalıydı. Amma düşünsək ki, sualın şərtində onun xüsusi olmağının səbəbi verilir. Yəni xüsusiliyi burada qədim olmağındadır. Çünki 40 min il əvvəl tapılıb və məsələn ən qədim olmağı onun xüsusi tərəfidir. Daha sonra 74-cü suala baxırıq. Why didn't scientists realize from the beginning that the flute was a musical instrument? Deyir, nəyə görə alimlər ilk başlanğıcdan fleytanın musiqi aləti olduğunu anlaya bilmədilər? Və dostlar, bunun səbəbi də onun mətnində də qeyd olunur, qırılmağı idi ki, burada da 74-cü sualda məhz doğru cavab D variantı olur. It was badly damaged variantı və doğru cavabımız məhz D variantı olacaq 74-cü sualda.
75-ci suala baxırıq. Which statement is false? Bu dəfə yanlış variantı istəyir bizdən. A variantında a bird's leg bone was used to make the flute. Bəli, bird's leg hissəsi məhz mətndə də xüsusi olaraq vurğulanmışdı. Bu doğru cavabımızdır. B variantında people knew nothing about instruments a thousand years ago. 1000 il əvvəl insanlar alətlər haqqında heç nə bilmirdi, amma bu yanlış cavabdır. Elə bizim məhz cavabımız da budur burada. Çünki şərtdə bizdən yanlış cavab istəyirdi. Çünki 40 min il əvvələ aid olan bir alətdirsə, demək ki, bu yanlış olacaq. C variantında in the past flutes were played by ancient individuals for the enjoyment. Bəli, məhz əyləncə üçün ifa edilirdi. Bu da doğru cavabdır. D variantında məhz Cənubi Almaniyada bir mağarada tapılıb. Bu da düzgün cavabdır və E variantında da mağaradakı şəkillər insanların necə yaşadığını göstərirdi. Bu da doğru cavabımızdır. Və 76-cı suala baxırıq. Burada bizdən statements are true, düzgün cavabı istəyir. Only Maria Molina was capable of solving the scientist issue. Yalnız Maria Molina alimlərin məsələsini həll edə bildi. Bəli, o aləti birləşdirib onun musiqi aləti olduğunu müəyyən elədi. Bir məhz düzgün cavabımızdır. 2. The notes and sounds of old instruments vary greatly from today's. Deyir, notlar və musiqilər əvvəlki alətlərin bugünkülərdən çox fərqlənirdi. Xeyr, çox da fərqlənmirdi. Hətta 5 not uyğun idi. After discovering the flute, we are already aware of its sound. Biz aləti tapdıqdan sonra artıq onun səsini bilirdik. Bəli, bu da düzgün cavabdır. 3-cü variant. 4-cü variant isə people never shared songs or music together in the past. İnsanlar qədimdə heç vaxt birlikdə musiqi paylaşmırdılar. Bu da yanlış cavabdır. 76-cı sualın cavabı 1 və 3 olacaq. Sonuncu olaraq dinləmə suallarına baxacağıq. 77-dən 80-ə qədər olan suallar dinləmə suallarıdır. İlk sual, choose the correct answer to the question according to the passage. Mətnə görə düzgün olan cavabı axtarırıq. Və 77-ci sualda doğru cavabımız A variantı idi ki, ilk mikrofonlar niyə yaranmışdı? Məhz telefonların səsini yaxşılaşdırmaq məqsədi ilə idi. Bugünkü 11-ci siniflərin OTK imtahanında buna bənzər bir sual məhz var idi. Orada da elə doğru cavab məhz bu variant idi. 78-ci sualda mətn nə haqqındadır? Mətn mikrofonun ixtirası və ardıca da inkişafı barədə danışır və buna uyğun cavabımız da 78-ci sualda məhz D variantı olacaq ki, burada da mikrofonun ixtirası və inkişafı. 79-cu sualda complete the sentence şərtidir. Since it's first used in the telephones, the microphone, telefonlar üçün ilk ixtira olunandan sonra mikrofonlar. Bir də qeyd olunur ki, has stayed the same without any changes, heç bir dəyişiklik olmadan qalıblar. Bu əlbəttə ki, səhv cavabdır. 2-də has developed and improved greatly. Bəli, bu düzgün cavabdır. İnkişaf eləyib və yüksək şəkildə inkişaf eləyib. 3. Has no longer been important in modern life. Müasir həyatda heç bir artıq əhəmiyyət daşımır və bu da yanlış cavabdır. 3-cü cavab. Və 4. Has become more advanced in technology. Texnologiyada çox irəliləyibdir, çox inkişaf edibdir. Və 1, 2 və 4-cü cavablar məhz düzgün cavabımızda doğru cavab Y variantı olur. Və 80-ci sual true-false sualıdır. Burada birinci cümlədə first microphone appeared in the late 18th. İlk mikrofonlar 1800-cü illərdə görünüb, bu düzgün cavabdır. Alexander Graham Bell invented the microphone, amma mikrofonu Bell yaratmamışdı, Berliner yaratmışdı. 2 səhv cavabdır. 3-də in the 1920s microphones were used on stage. 20-ci illərdə mikrofon artıq səhnələrdə istifadə edilirdi. Bu düzgün cavabdır. Tam mətnin son cümlələrindən biri idi. 4. Today microphones are used only at concerts and theaters. Bugün mikrofonlar yalnız konsertlərdə və teatrlarda istifadə olunur və bu da yanlış cavabdır. 1 və 3 true olacaq, 2 və 4 false olacaq və 80-ci sualın da cavabı A, B, A, B ardıcıllığında verilməlidir. Və dostlar, sonuncu şərtimiz, sualımız 81-ci sual bir inşa essay sualıdır və siz bura yazdığınız cavabları
YouTube-un rəy bölməsində qeyd eləsəniz, mən sizin doğrumu yoxsa yanlışmı cavablandırdığınızı sizə izah edərəm rahat bir şəkildə. Çünki bu elə bir sualdır ki, burada hər kəsin fikirləri müxtəlif olacaq. Hətta mən ona cavab yazsam belə bunun sizin üçün düz yazmısınız yoxsa səhv yazmısınız kimi bir anlayışı, izahı olmayacaq. Ona görə hər kəs öz cavabını rəy bölməsində qeyd eləsə, mən nə hansı formada və nə dərəcədə düzgün cavablandırdığınızı sizə izah edə bilərəm. Uğurlar arzulayıram hər birinizə. Növbəti videolarda görüşənədək.